dəbdə olan xarici dili öyrənirlər və o dildə terminlər öyrənib dillərinə qatırlar müasir görünmək üçün. Və müasir görünmək adətən ağaların dilində danışmaq, ağaların mədəniyyətinə yaltaqlanmaqdan başqa bir şey olmur. Artıq dədə-babalarının yoluna sadiqlik də köhnəlik, gerilik kimi görünür. Şərəf olacaq bir şey artıq gerilik kimi görünür. Namus olacaq bir şey gerilik kimi görünür. Ki Konfutsunun bütün əsərləri, yəni bütün sözləri buna həsr olunmuşdu ki, bir insanın şərəfi varsa, o dədə-babalarının xatirəsini əziz tutmaqdır. Tarixdən belə qopur müasir adam, köksüz bir insandır, kosmopolitdir, həm tarixdən qopub, həm vətənindən qopub. Deyir ki, mən müasirəm. Nədir müasirliyini axtarıb tapsan, Starbuckslardan başqa, nə bilim, Nescafelərdən başqa, orada taxılmaqlardan başqa, elektromobillərdən başqa, müasir smartfonlardan başqa nə deyə bilər sizə? Nə deməkdir müasirlik? İnsanlıqsa qədimdir. O həmişə olub, həmişə olacaq. İnsanlığın müasirləşməyə ehtiyacı yoxdur. İnsanlığın özünə qayıtmağa ehtiyacı var. Əxlaqiliyin özünə yüksəlməyə ehtiyacı var.